Azərbaycan tarixin heç bir mərhələsində indiki qədər güclü, qüdrətli, beynəlxalq aləmdə böyük nüfuza malik, dünyanın güc mərkəzləri olan lider dövlətlərlə strateji əməkdaşlıq münasibətləri qurmağa qadir bir imkanda olmayıb. Bu müqəddəs yolun son 20 ildən artıq dövrü möhtərəm prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin adı ilə bağlıdır. Bu dövr yalnız sosial-iqtisadi tərəqqi ilə deyil, eyni zamanda milli dövlətçiliyin möhkəmləndirilməsi, beynəlxalq mövqelərin gücləndirilməsi, ən başlıcası isə ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə səciyyələnir. Cənab Prezident bu dövr ərzində Ulu Öndər Heydər Əliyevin ideyalarını, istək və arzularını reallığa çevirib, siyasi lider kimi qarşıya qoyduğu strateji hədəfləri ardıcıl, sistemli və qüdrətli şəkildə reallaşdıraraq Azərbaycan tarixində qurucu və qalib lider obrazını formalaşdırdı. Cənab Prezident praqmatik və çevik siyasəti, hadisələrə sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirdi. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq iri miqyaslı layihələr Azərbaycanın iştirakı, milli maraqları nəzərə alınmaqla həyata keçirildi. Bu illər ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə milli ordunun maddi-texniki bazası gücləndirilib, peşəkar kadr potensialı formalaşdırılıb, hərbi qulluqçuların sosial müdafiəsi gücləndirilib və müdafiə sənayesinin yaradılması planlı şəkildə həyata keçirilib. Atılan bu addımların nəticəsi olaraq 2020-ci il sentyabrın 27-sində başlayan 44 günlük vətən müharibəsində düşmən darmadağın edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Şanlı qələbə xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Vətən müharibəsindən sonra bölgədə cərəyan edən separatizm hərəkətləri Azərbaycanın öz ərazilərində suverenliyini bütünlüklə təmin etmək üçün başqa seçim yolu qoymadı və lokal xarakterli antiterror əməliyyatının keçirilməsi qaçılmaz zərurət oldu. 2023-cü il 19-20 sentyabr tarixində Azərbaycan ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa edildi. Vətən müharibəsində qazandığımız şanlı zəfərdən sonra dövlətimizin qarşısında dayanan əsas hədəflərdən biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır. Zəngilan rayonunun Ağalı kəndindən başlayan böyük qayıdış prosesi ötən müddət ərzində bir çox ərazilərimizi əhatə etdi. Azadlığa qovuşan Qarabağ və Şərqi Zəngəzur bugün böyük inşaat meydanına çevrilib. Ermənistan silahlı qüvvələrinin odlar qalayıb, viran qoyduqları kəndlərin, şəhərlərin xarabalıqları üzərində tikinti, quruculuq, abadlıq işləri vüsət alıb. 44 günlük müqəddəs savaşda şanlı qələbə qazanan ordunun Müzəffər Ali Baş Komandan olan İlham Əliyev bugün Qarabağ və Şərqi Zəngəzurda vüsət alan möhtəşəm tikinti, quruculuq işlərinin baş memarı kimi uğurlu missiyanı şərəflə reallaşdırır. Qazandığı zəfərlə xilaskar adını tarixə qızıl hərflərlə yazan möhtərəm prezidenti həm də diplomatiya fatihi adlandırmaq olar. Çünki cənab prezidentin zərgər dəqiqliyi ilə atdığı addımlar ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynadı. Dövlət rəhbərimizin həyata keçirdiyi xarici siyasət modeli balanslaşdırılmış adı ilə xarakterizə olunur. Bütün bunlarla yanaşı Cənubi Qafqaz regionunda sülh və sabitlik amili xüsusi diqqət mərkəzindədir. Bu baxımdan 2025-ci ilin ən mühüm siyasi hadisələrindən biri Azərbaycan və Ermənistan arasında sülh prosesində keyfiyyətcə yeni mərhələnin başlanması oldu. Avqust ayında Vaşinqtonda keçirilən görüş sülh gündəliyində dönüş nöqtəsinə çevrildi. Möhtərəm prezidentimiz cənab İlham Əliyev bu yaxınlarda yerli televiziya kanallarına müsahibəsi zamanı bildirmişdi. Stat, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir? Bunu öyrənirik. Çünki müstəqillik əldə edəndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdı. Müharibənin müxtəlif mərhələləri olub. Siz də bunu yaxşı xatırlayırsınız. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, ikinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonraki dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu. Keçən ili ölkəmiz üçün, xalqımız üçün çox uğurlu, tarixi il saymaq olar və əminəm ki, bundan sonra Azərbaycan xalqı sülh şəraitində yaşayacaq. Cəmiyyətdə mövcud olan xoş əhval-ruhiyyə, sabitliyə və təhlükəsizliyə olan inamın artması, bütün bu amillər əlbəttə bizə imkan verir ki, uğurla irəliyə addımlayaq və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll edək.
Beləliklə 2025-ci il Azərbaycan üçün strateji quruculuq ili kimi xarakterizə oluna bilər. Uğur diplomatiyası, Türk dünyasında fəal rol, Mərkəzi Asiya ilə yeni əməkdaşlıq formatları, ABŞ-la münasibətlərin yeni mərhələyə keçidi, sülh prosesində əldə olunan real nəticələr və ölkə daxilində keçirilən beynəlxalq tədbirlər vahid və ardıcıl model formalaşdırdı. Ümumilikdə isə 2025-ci il Azərbaycan üçün siyasi sabitlik, diplomatik fəallıq, sülh təşəbbüsləri və beynəlxalq nüfuzun artması ilə yadda qalıb. İl ərzində əldə edilən uğurlar Azərbaycanın regional liderlikdən qlobal siyasi aktorluğa doğru inamla irəlilədiyini təsdiqləyib. Vətənə və xalqa xidmət ideyalarını həyat amalına çevirən, nəcibliyi və xeyirxah əməlləri ilə milyonların rəğbətini qazanan Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyeva, Müzəffər Ali Baş Komandanın ən yaxın silahdaşı kimi onunla çiyin-çiyinə dayanaraq Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsində mühüm işlər görür. Mehriban xanım həm də cəmiyyətdə xeyirxahlıq, insanpərvərlik örnəyidir. Az təminatlı ailələrə, qazilərə, şəhid ailələrinə və həssas sosial qruplara xüsusi diqqət və qayğı göstərməklə onların sosial dayağına çevrilib. Mehriban xanımın rəhbərliyi altında fond tərəfindən Qarabağ ərazisində ermənilər tərəfindən dağıdılan, Azərbaycan xalqının milli sərvəti olan dini abidələr, məscidlər, elm mədəniyyət xadimlərinin ev muzeyləri, digər tikililər bərpa edilir. Mehriban xanım Əliyevanın Nəcib təşəbbüsü ilə Yevlax rayonunda da bir sıra layihələr həyata keçirilmiş, Nəmirli kəndində 180 yerlik, Hadiseli kəndində 200 yerlik orta məktəb binaları, məhdud fiziki imkanlı insanlar üçün Yevlax Regional İnformasiya Mərkəzi inşa olunmuş, 396 yerlik Kövər kənd orta ümumi təhsil məktəbi yenidən qurulmuş, 360 yerlik Xanabad kənd tam orta ümumi təhsil məktəbi üçün yeni bina tikilərək müəllim və şagirdlərin istifadəsinə verilmişdir. Heydər Əliyev Fondu rayonumuz üçün xeyirxah işləri bu gün də davam etdirir. Belə ki, fondun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni il münasibəti ilə Yevlax rayonunda yaşayan az təminatlı ailələrin övladlarına və istedadlı uşaqlara velosiped hədiyyə edilmiş. Həmçinin bu kateqoriyadan olan 24 ailəyə 48 baş iri buynuzlu heyvan verilmişdir. Eyni zamanda bayramlar münasibəti ilə 500-dən çox ailəyə ərzaq bağlamaları, bayram sovqatları paylanılmışdır. Qeyd edək ki, Azərbaycanın coğrafi mərkəzində yerləşən Yevlax rayonu 5 fevral 1935-ci ildə təşkil olunub. Kür çayının sağ və sol sahilində, qədim İpək yolunun üzərində düzənlik ərazidə yerləşir. Sahəsi 1465,4 kvadrat kilometr, əhalisi 130.445 nəfərdir. Rayon bir şəhər, 3 qəsəbə, 46 kənd, 10 bələdiyyədən ibarət olmaqla mərkəzi Yevlax şəhəridir. Yevlax Respublikamız üçün mühüm strateji mövqeyi olan rayonlardan biridir. Magistral avtomobil yollarının böyük hissəsinin Yevlaxda kəsişməsi bu önəmi daha da artırır. Biz Yevlaxlılar bunu yaxşı başa düşür. Öz əməli fəaliyyətimizdə rayonumuzun inkişafı üçün əlimizdən gələni edirik. Heç şübhəsiz ki, 2025-ci ilin rayonumuz üçün ən unudulmaz anları mühtərəm prezident Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 23 iyun və 27 sentyabr tarixlərində 2 dəfə Yevlaxa səfər etdiyi günlərdir. Bu günlər Yevlaxın tarixinə ən unudulmaz günlər kimi yazıldı. Çünki bu səfərlər zamanı dahi rəhbəri həm dövlətimiz, həm də rayonumuz üçün mühüm infrastruktur layihələri olan qum süzgəc texnologiyalı su təmizləyici qurğunun, Yevlax Qovşaq Yarımstansiyasının, Regional Təlim, Tədris və Laboratoriya Mərkəzinin, Mərkəzi Aran Regional SKADA İdarə Etmə Mərkəzinin, Yevlax Pilot Aqroparkının və Yevlax Olimpiya İdman Kompleksinin açılışlarını etdi. Səfərlər və açılışlar Müzəffər Fatihin Yevlaxlara olan diqqətinin, qayğısının bariz nümunəsidir. Ölkə rəhbəri 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimindəki çıxışında Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə bir çox proqramlar icra edilmişdir. İdman infrastrukturu demək olar ki, sıfırdan qurulmuşdur və bu gün ən yüksək səviyyədədir. Bölgələrdə idmanla məşğul olmaq üçün bütün şərait var. Bu il 2 Olimpiya İdman Kompleksinin tikintisi başa çatmışdır. Gəncədə və Yevlaxda fikrini bildirməklə Yevlaxın əhəmiyyətini bir daha vurğuladı. Yola saldığımız 2025-ci ildə Yevlaxın tarixinə daha bir ilk yazıldı. Belə ki, rayonumuzda beynəlxalq səviyyəli idman yarışı olan 3-cü MDB oyunları keçirildi.
Ona görə ilk yarış idi ki, indiyənədək Yevlaxda heç vaxt bu səviyyədə yarış təşkil olunmamışdı. MDB onları çərçivəsində boks yarışlarının şəhərimizdə keçirilməsinin özü də Yevlaxın mühüm strateji rayon olmasını göstərir. Müəyyən edilmiş digər bölgələrdə olduğu kimi, Yevlaxda da bu yarış yüksək səviyyədə təşkil olundu və idmanın boks növü üzrə yarışlar Yevlax Olimpiya İdman kompleksində uğurla keçirildi. Yevlax möhtərəm prezidentimizin rəhbərliyi altında ən inkişaf etmiş qaynar dövrünü yaşayır. Rayonun hansı tərəfindən baxsan, orada abadlıq, quruculuq işlərinin həyata keçirildiyini görmək olur. Yevlaxın şəhər və kənd yaşayış məntəqələri 100% qazlaşdırılmış, 49 yaşayış məntəqəsindən 16-sının elektrik təsərrüfatı tamamilə yenilənmiş, işlər mərhələli şəkildə davam etdirilir. Kənd yaşayış məntəqələrində əhalinin içməli su təminatının yaxşılaşdırılması və əkin sahələrinin suvarılması məqsədi ilə suvarma axıları betonlanmış, subartezian quyuları qazılmışdı. Şəhərdə uzunluğu 24,8 kilometr olan 35 küçə və məhəllə daxili yollar asfaltlanmışdır. Ümumi olaraq 101,4 kilometr kəndlər arası avtomobil yolları əsaslı təmir olunaraq asfaltlanmışdır. Dədə Qorqud Parkının ərazisi 1,63 hektar genişləndirilərək yenidən qurulmuş. Bundan əlavə Müstəqillik Parkı, Nizami Parkı, Uşaq Əyləncə Mərkəzi, Dostluq Parkı, Bulvar İstirahət Mərkəzi əsaslı təmir olunmuşdur. Şəhərin Heydər Əliyev meydanında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsinin ətrafında əsaslı təmir işləri aparılaraq abadlaşdırılmış, qranit mərmər döşənmişdir. Şəhər ərazisində yaşayış massivlərində 3 abad mərhələ salınmışdır. Rayonun Aran qəsəbəsi ərazisində 2807 hektar sahədə Yevlax Pilot Aqroparkı, eyni zamanda heyvandarlıq kompleksi və quşçuluq təsərrüfatı yaradılmış. 1240 hektar torpaq sahəsində Prime Cotton MMC tərəfindən müasir suvarma sistemləri qurulmuşdur. Rayonun Meyvəli qəsəbəsində Agro Azərinvest MMC tərəfindən 90 hektar sahədə texniki üzüm sortları əkilmişdir. 2000 hektar əkin sahəsinin suvarılması üçün müasir suvarma sistemi quraşdırılmış. Qarabağ suvarma kanalından 17 kilometr təzyiqli su xətti çəkilmişdir. Şəhərdə çoxmənzilli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasadı təmir olunaraq rənglənmişdir. Möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı əsasında şəhər ərazisində qəzalı vəziyyətdə olan 10 ədəd barak tipli binalarda yaşayan sakinlərin mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə şəhərin Heydər Əliyev prospekti 11 ünvanında 9 mərtəbəli 45 mənzilli yeni yaşayış binası inşa olunaraq istifadəyə verilmişdir. Həmçinin qeyd olunan binanın birinci mərtəbəsində gənclər məkanı yaradılmışdır. Heydər Əliyev prospektinin Nizami prospektindən Pişəvəri küçəsinədək uzunluğu 650 metr olan istirahət parkı salınmışdır. Şəhər ərazisində 26 küçə və prospektdə, parklarda işıqlandırma sistemi yenidən qurulmuş, 1897 ədəd müasir işıqlandırma dayaqları quraşdırılmışdır. Heydər Əliyev prospekti ilə 14 küçənin kəsişməsində avtomobil nəqliyyat vasitələrinin və əhalinin təhlükəsiz hərəkəti üçün panduslar tikilmişdir. Bakı, Ələt, Qazax, Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Yevlax şəhəri ərazisindən keçən hissəsində yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə müasir standartlara cavab verən yeraltı piyada keçidi inşa edilmişdir. Rayonun magistral avtomobil yollarının kənarında yerləşən qəsəbə və kəndlərin adlarını bildirən lövhələr tikilmiş, ətrafında yaşıllıq salınaraq işıqlandırma sistemi quraşdırılmış, ağciyər xəstəlikləri mərkəzi publik hüquqi şəxsin Yevlax regional xəstəxanası təmir olunmuşdur. Sərnişinlərin rahatlığı təmin edilməsi məqsədi ilə Yevlax dəmir yol vağzalında təmir işləri aparılmış, müasir tələblərə uyğun VIP gözləmə zalı yaradılmışdır. Rayonda 6 ümumi təhsil müəssisəsində, 2 uşaq bağçasında cari təmir işləri aparılmış, küçə və prospektlərə ümumilikdə 15.000 kvadrat metr tamit piltə daşları düzülmüş, 27 prospekt və küçədə 89, park və istirahət parklarında 86 işıqlandırma dirəkləri quraşdırılmış, 52 oturacaq və 61 zibil tullantıları üçün nəzərdə tutulmuş qablar qoyulmuş, uşaq əyləncə qurğuları
və söhbətgahlar quraşdırılmış. Şəhərin Məhəmməd Füzuli küçəsində 412 metr uzunluğunda, Pişəvəri küçəsində 230 metr uzunluğunda yeni kanalizasiya xətti çəkilərək istismara verilmiş. Şəhərin 137 küçəsinə ümumi uzunluğu 43,6 kilometr olan yeni içməli su xətti çəkilmişdir. Mənzil İnşaatı Dövlət Agentliyinin regionda növbəti layihəsi Yevlax şəhəri Rəşad Budaqov küçəsi 1 ünvanında yerləşən Yevlax yaşayış kompleksi inşa edilmişdir. Yaşayış kompleksi 7 mərtəbəli olmaqla 6 binadan ibarətdir. Binalarda ümumilikdə 329 mənzil vardır. Binaların bir neçəsinin inşası yekunlaşmış, artıq satışa çıxarılmışdır. Əməkdaşlar üçün normal iş şəraitinin yaradılması məqsədi ilə Yevlax şəhər İcra Hakimiyyətinin inzibati binasında əsaslı təmir işləri aparılmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 8 aprel 2024-cü il tarixli Şirvan Suvarma kanalının yenidən qurulması haqqında sərəncamının icrası işləri çərçivəsində aprelin 16-sında Hacıqabul rayonunda Şirvan Suvarma kanalının təməl qoyma mərasimində iştirak edib. Hazırda sərəncamın icrası ilə əlaqədar Yevlax rayonunda müvafiq işlər aparılır. Kür çayının sağ sahilində yerləşən uzun illərdir ki, tikintisi dayandırılmış Yevlax City Hotel kompleksinin Yevlax Olimpiya İdman kompleksində 1226 yerlik futbol meydançasının və əlavə olaraq 2 ədəd məşq üçün nəzərdə tutulmuş mini futbol meydançasının tikintisi davam etdirilir. Sahibsiz heyvanlara qayğı mərkəzi publik hüquqi şəxsin Yevlax regional şöbəsi üçün rayonun Qaroğlan kəndi ərazisindən ayrılmış 2,5 hektar ərazidə tikinti işləri davam etdirilir. Rayonun Aran qəsəbə 2 nömrəli və Kövər kənd körpələr evi uşaq bağçalarında həyata keçirilmiş əsaslı təmir işləri yekunlaşmışdır. Şəhər 3 və 5 nömrəli körpələr evi uşaq bağçalarında isə əsaslı təmir işləri davam etdirilir. Eyni zamanda şəhərin Nizami prospekti 57 ünvanında yerləşən 20-ci əsrin 30-cu illərində inşa olunmuş, uyğunlaşdırılmış binada fəaliyyət göstərən Səməd Vurğun adına 5 nömrəli tam orta ümumtəhsil məktəb üçün 528 şagird yerlik yeni binanın tikintisində son tamamlama işləri görülür. 1963-cü ildə inşa edilmiş, sonuncu dəfə 2006-cı ildə təmir olunmuş Yevlax Heydər Əliyev sarayında 2024-cü ildən başlayaraq yenidən qurma işləri aparılmış və əsaslı şəkildə təmir olunmuşdur. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Yevlax şəhəri ərazisində qəzalı vəziyyətdə olan ictimai yaşayış binalarında yaşayan sakinlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tədbirlər görülür. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19.03.2025-ci il tarixli 179C nömrəli sərəncamına əsasən 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində inşa edilmiş, uzun illərdir qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil, məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Yevlax şəhərində 81 mənzilli 3 binanın tikilməsi üçün Pişəvəri 4 və 8 saylı binalar sökülmüş, tikinti işlərinə yaxın vaxtlarda başlanılması planlaşdırılır. Şəhər İcra Hakimiyyəti yanında şura və komissiyaların icrası keçirilmiş, müxtəlif mövzular müzakirə olunmuş, qərarlar qəbul olunaraq icrası tövsiyə məqsədi ilə aidiyyatı qurumlara göndərilmişdir. Hesabat dövründə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci il dönümünə, 15 iyun Milli Qurtuluş gününə, Ulu Öndər Heydər Əliyevin anım gününə, Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci il dönümünə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Konstitusiya və suverenlik ili çərçivəsində 165 tədbir keçirilmiş, şəhid ailələri, şəhidlər xiyabanına ziyarət edilmiş, rəsm və əl işlərindən ibarət sərgi, ağacəkmə aksiyaları, hərbi idman yarışı və konsert proqramı təşkil olunmuşdur. Rayonun ərazisində Konstitusiya və suverenlik ili çərçivəsində 2193 ədəd müxtəlif növ ağac və 17883 ədəd gül kolları əkilmişdir. Qərbi Azərbaycan irsi. Ermənistanda Azərbaycanlılara məxsus qəbristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar kitabının 1-ci cildinin təqdimatı keçirilmişdir. Ramazan bayramı, 27 sentyabr anım günü və 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ehsan süfrələri təşkil olunmuşdur. Ənənəvi olaraq Novruz bayramı və 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü münasibətilə rayon ərazisində yerləşən hərbi hissələrdə görüşlər keçirilmişdir.
Novruz bayramı, 15 iyun Qurtuluş günü, 8 noyabr Zəfər günü, 31 dekabr Dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə ölkənin tanınmış müğənnilər, sənət adamları, mədəniyyət işçilərinin ifalarından ibarət konsert proqramları təşkil olunmuşdur. Həmçinin rayonda fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşlarının peşə bayramları qeyd olunmuşdur. 2025-ci ildə rayonda fəaliyyət göstərən tam orta ümumi təhsil məktəblərində 11-ci sinifləri bitirmiş 1033 məzundan 354 nəfəri müxtəlif ali təhsil müəssisələrinə qəbul olunmuşdur ki, onlardan 15 nəfəri 600-dən, 46 nəfəri isə 500-dən yüksək bal toplamışlar. Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən birini də müharibə əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı təşkil edir. Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən son illərin ənənəsinin davamı olaraq Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və Vətən müharibəsi əlilləri müalicə və reabilitasiya məqsədi ilə Naftalan şəhərində yerləşən Sun City Naftalan və Gold Naftalan kurort mərkəzinə göndərilmişlər. Həmçinin şəhid ailələrinin üzvlərinin müraciətləri əsasında Xankəndi və Şuşa şəhərlərinə səfərləri təşkil olunmuşdur. İndiyədək şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri üçün 34 fərdi yaşayış evi inşa edilmişdir ki, onlardan ikisi Yevlax şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə tikilmişdir. Yevlax şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən hüquq mühafizə orqanlarının, aidiyyatı qurumların və xidməti təşkilatların rəhbərlərinin iştirakı ilə rayonun bütün yaşayış massivlərində səyyar qəbullar keçirilmişdir. Səyyar qəbullarda sakinlər tərəfindən 288 müraciət olunmuş. Onlardan şəhər İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan 144-ü öz həllini tapmış. Digər müraciətlər isə qeydiyyata alınaraq aidiyyatı qurumlara göndərilmişdir. Ölkənin iqtisadi qüdrətinin artırılması və əhalinin sosial müdafiəsi istiqamətində görülən işlər əhali tərəfindən razılıqla qarşılanır. Bu da bir daha göstərir ki, xalqımız öz rəhbərinə inanır. Taleyini etibar etdiyi prezidentinin gördüyü işləri, atdığı bütün addımları dəstəkləyir. Onun başçılığı altında Azərbaycanın parlaq gələcəyinə ümidlə baxır. Respublikamızın hər yerində olduğu kimi Yevlax rayonunda da son vaxtlar baş verən dəyişikliklər, aparılan məqsədyönlü işlər möhtərəm prezident Müzəffər Ali Baş Komanda cənab İlham Əliyevin adı ilə bağlıdır və bütün bunlara görə biz ölkə başçısına öz minnətdarlığımızı bildirir. Onu bir daha əmin edirik ki, rayonumuzun fəalları, Yevlax rayonunda çalışan, yaşayan vətəndaşlar həmişə olduğu kimi bundan sonra da xalqımız qarşısında duran böyük vəzifələrin, millətimizin tərəqqisinə xidmət edən bütün proqramların uğurla həyata keçirilməsi üçün əlimizdən gələni edəcəyik. 2025-ci ilin nailiyyətlərlə başa vurduq. 2026-cı ilin vəzifələri isə daha şərəfli, daha məsuliyyətlidir. Keçən ilin uğurlarından arxayınlaşmayan Yevlaxlılar yeni ildə yeni hədəflərə çatmaq üçün bütün səy və bacarıqlarını səfərbər ediblər. Əsas hədəflərimiz xalq, dövlət, ordu birliyinin yenilməzliyinə yeni töhfələr verməkdir. Biz zamanın yeni və çətin sınaqlarından uğurla çıxmaq üçün güclü olmalıyıq. Güclü olmağın əsas şərti isə birliyimizdir. Mən Yevlaxı daha abad, daha gözəl görmək istəyirəm. Heydər Əliyev. Yevlaxlılar həmişə Azərbaycan dövlətçiliyinə sədaqətlə xidmət etmişlər. İlham Əliyev.